Niyə biz Həzrəti Əlinin şiələriyik? Cavab budur ki, Quran-ı Kərimdə Allah Təbarəkə və Təala Bəqərə surəsində buyurur 2-ci ayədə: Bismillahirrahmanirrahim. Zəlikəl kitabu la raybə fih, hudən lilmuttəqin. Bu kitabda heç bir şək və şübhə yoxdur. Bu kitab müttəqin insanlar üçün hidayətdir. Allahdan qorxan üçün hidayətdir. Təqva eləyənlər üçün hidayətdir. İkinci dəlil: Əl-Müstədrək Ələs-Səhiheyn kitabı Hakim-i-Nişaburi sünnilərin bir nömrəli alimləri Mustafa Əbdülqadir Əta bu kitabı təhqiq eləyibdir. Darül Kutubil İlmiyyədə çap olunubdur. 3-cü cüzündə 148-ci səhifəsində Kitab-ı Mərifəti Səhabə bölməsində 4668-ci hədisdə Allahın Rəsulu sallallahu aleyhi və səlləm belə buyurur: Uhiyə iləyyə fi aliyyin thələth. Mənə vəhy olundu. Baxın, diqqət edin kəlmələrə. Mənə vəhy olundu. Yəni Allah tərəfindən vəhy olundu. Həzrət Əli əleyhissalamın haqqında 3 şey. Nədir o 3 şey? Ənəhu səyyidul muslimin. Əli müsəlmanların ağasıdır, seyyididir. Və imamul muttəqin və müttəqinlərin imamıdır. Baxın, Quran, eynən Quran kimi. Necə? Quran deyir, hidayətdir ancaq müttəqinlər üçün, ancaq təqva eləyənlər üçün, onlar üçün imam və hidayətdir Quran-ı Kərim. Burada da Həzrət Peyğəmbərimiz buyurur ki, Əli müttəqinlərin imamıdır, onları hidayət eləyəndir. İmamül müttəqin. Əli dərdə dəvad, Əli məhkəmin aldı. Həqiqətdə Əli mərvədəki zoğu səfaldı. Əli qanı kərəmdir.